Niyə başqaları haqqında bu qədər müzakirə aparmırsınız? Yoxsa mənim yiyəsiz görmüsünüz? Mərhum xalq artisti Yaşar Nurinin qızı Ülker Yaşar qızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Ülker efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədəf oluram? Mənim ağrım və acım mənə aiddir. Məni nədənsə qınamaq nəyə lazımdır? Bu gündən sizin üçün də ola bilər. Qorxmursunuz? Məni yiyəsiz görmüsünüz? Arxamda Allah dayanır. Efirdə danışanlar və şərh yazanlar, gedin işinizlə məşğul olun. Mənim acım mənə aiddir. Qeyd edək ki, Yaşar Nurinin qızı Ülviyə bir neçə gün əvvəl qəfil ürək tutmasından vəfat edib. Mənim arxamda Allah durur. Xahiş eləyirəm. Bəzi kommentlərdə yazanlar və bəzi efirdə çıxıb danışanlar, gedin işinizlə məşğul olun.